Herkese selam dostlar. Kanalıma hoş gelmişsiniz. Her biriniz hoş gördük kanalımda. Dostlar, geçen defeki videomda bəhs eləmişdim ki, size burada toyuğumuz qırd düşüb. Bilirəm, o videonun sonuna əlavə eləmişdim. Heç kim baxmamışdı ona, çox adam baxmamışdı daha doğrusu. Bundan sonra da elə edəcəm. Maraqlı videoların hamısını sona qoyacağım ki, qoy sona qədər izləməyənlər qaçırsın. Dünən gəldim, gördüm o toyuq dinləyib yumurtası. İndi bugün səhər gəlirəm, ayın 23-dür bugün. Gəlim görüm, bilirsiniz ki altında 6 dənə yumurta vardı, burada qırd düşmüşdü. Cəmidə bir dənəsi doluydu. İndi görək düzə çıxıbmı? Burada. Necə məni vurur toyuq. Ayda dostlar, baxın, çıxıb. Maşallah olsun, amma toyuq adamı yaman vurur. Baxın dostlar, nəsə yaralamaq istəyib burasından. Baxın, akşam bu kolluqdur deyil, nəsə yaralayıb burasından. Maşallah olsun, bir dənə belə cücə dostlar çıxıb. İndi gedək bunun yerini düzəldək, getirək bunu götürək. Digər yumurtaları laxda. 6 dənə yumurta yarımış altında, cəmi bir dənə cücəsi doluydu, o da çıxıb. Gedək gətirək bunu, götürək buradan. Yerini düzəldək, götürək bunu buradan. Dostlar, gəldim qutunu təmizləməyə. Gördüm ördəklərimizdən bir ikisi buradadır, lal ördəklərimizdən. Bunları çəkə bilmirəm. Səhər gedirlər, bir də hava qaralığına yaxın gəlirlər. Ona görə istedim indi buradaymışkən, ya bir ikisi buradaymışkən göstərim sizlərə. 4'ü buradadır, 3'ü də burada. Onlar qonşunun ördəkləridir, səsli ördəkləridir. Demək dostlar, bu ördəklərimizin içində bir dənə macar renk erkək var idi ha. O ördəyimiz hardasa ayın 15'indən falan yoxdur, itdə o. İndi qonşulardan, gölün qırağındakı qonşulardan kimisə həyətinə gedib çox güman ki. Çünki səhər evdən yem çıxdılar. Axşam hamısı gəldi, bir dənə o gəlmədi. İndi nəsə o ilə ittibat düşüb, çünki gündüz vaxtda heç nə tuta bilməz onu orada. Onun xəbərini vermək istedim sizlərə ki, yəni o ördəyimizin biri itdi. Macar renk bir dənə erkəyimiz vardı, damazda saxlamaq niyyətim vardı. Bundan əvvəl ördəkləri göstərdiyim videoda da demişəm onu. Ördəyimiz artıq yoxdur, itdi. Bir də sizlərə bir sual verəcəkdim. Bu ördəyimizin indi sudadır deyini, bəlkə nə qədər görünür bilmirəm. Bir də tük dəyişmə dönəmində deyini daha pis görünür. İndi yəqin ki, baxanda görürsünüz ki, o tük dəyişmə dönəmindədir, başından filan bilinir də. Bu ördəyimizin çəkisi filan çox yaxşıdır dostlar. 4 kilo keçən dəfə çəkdim, 4 kilo 600 mi, 4 kilo 700 mi? Bir neçə gün bundan öncə çəkdimi tam olarak yadımdan çıxdı. Yəni 4 kilodan yuxarı, 4 kilo yarım filan civarındadır bu ördəyimiz, bu erkək ördəyimiz. Sadəcə qalan hər yeri zümrüdün rənglərinə bənzəyir, yəni hər tərəfi də. Amma bir dənə başında görürsünüz ki, ağ tüklər çoxalır da, çıxır başında ağ tüklər. Bunu məncə damazlığa saxlayayım, yoxsa saxlamayım? Çünki ən yüksək çəkili erkəyim budur, erkək ördəklərin içində. Baxın, bu zümrüddür, görürsünüz təmizdə, heç bir şey təmiz dediyim, yəni rəng olaraq heç bir qüsuru yoxdur. İmini onun kimi bir dənə də erkək ördəyim var, yəni rəng olaraq qüsuru olmayan. Sadəcə onun başında yaxşı çəkisidir, yəni iri cüssəli heyvandır. Amma başında ağ tüklər çoxalır. İndi tük dəyişmə dönəmindədir. Yəqin ki, onun baş tərəfi tamamilə ağaracaq. Amma başqa yerində bir rəng olaraq bir əyri-əskiliyi yoxdur. Onu sizə damazda saxlayayım, yoxsa saxlamayayım? Çünki artıq macar ördəyim də itdi. Ona görə bunlardan bir damazlıq seçmək məcburiyyətindəyəm onun əvəzinə. Belə, bunları da istedim göstərim. Bu ördəklər qonşunundur. Lal ördək bizimdir, səsli ördəklər qonşumuzundur. Gəlib bütün günü elə burada yatırlar, burada çimirlər, getmirlər evlərinə. Belə, onun da xəbərini vermək istedim sizlərə ki, yəni o macar ördəyimizdə, erkək ördəyimizdə itdi bir dənəsi var. Yəni ördəklərlə bağlı videolarıma daxil olub baxsaz, orada görəcəksiniz ki, axırıncı dəfə göstərmişəm. Dostlar, bayaq deməyi unutdum. Əgər izləməyənlər varsa, daxil olub izləyə bilər. Çolpalarda damazlıq seçimi və sonra da yazmışam ki, bağda toyuğumuz qırd düşdü. O videoya daxil olub baxsaz, səhv eləmirəmsə bundan öncəki videomda. Hə, bundan öncəki videomda. Daxil olub baxa bilərsiniz. Bunun qırd düşmə hekayəsin bizdən xəbərsiz düşüb, yəni burada qırd. Yoxsa 6 dənə yumurta ümumiyyətlə qırd yatırmazdım. Heç 6 dənə ümumiyyətlə yatırmazdım. Çünki hündüşkamız da bir cücə çıxartdı, bu da bir cücə çıxartdı. İndi yəni tək cücə ilə də adam gecəlik olur. Yəni boş-boşuna yer tutur, əziyyət çəkirsən, bunun dalına düşürsən, cəmidə bir dənə cücəsi var yanında. Neysə, yerini hazırladım, tutaq aparaq, orada da sizə göstərəcəyim inşallah. Baxın, belə cücəsi var. Bunun çox da qəşəng cücəsi var, maşallah olsun. Keçini aparaq, orada da çəkəcəm sizlər üçün. Dostlar, çox yaxına gedə bilməyəcəm, toyuq hürkəkdir.
Gətirdim balanı qoydum bura. Balanı qoydu, uçdu getdi təzədən yerinə yatmağa. Sonra getdim oradan tuta bilmədim. Qovalayıb gətirib damda tutmuşam. Deyəsən indi durub balasının yanında. Çox bunu yaxına gedib bir şey göstərə bilməyəcəm sizə, hürkəkdir toyuq. Balası odur. Hələ yəqin ki balası təzə çıxmış bir neçə saatdır. Əslində dünən səhərdən dini idi. Yəqin ki çox da gecə o başdan zat çıxıb da, yəqin ki indi sabahdır. Neyse attım bura, suyun qoydum. Orada başlanğıc yemin atmışam. Toyuq özü baxacaq da buna. Burada hündüşkanın yeridir, o hündüşka ilə balasının yeridir. Onlar səhər-səhər tullanıb gedirlər çölə, artıq qanadı çıxıb üzənin. Gedib gəzirlər, axşama salıram bura. İndi bunu da axşamlar götürüb açacam daşlama. Havalar istidir. Bir həftədən falan sonra havalar sərinləməyə başlayacaq. O zaman bunların artıq hinlərim vardı, sala biləcəm. Amma indi istidir, sala bilmirəm. Hələ ki gündüz burada, axşamı dama aparacam. Sonrası görək nə olacaq. Düzəni də axşam nəsə yaralı idi. Yəqin sıçandan, muşdan nəsə hücum edib. İndi ana qoruyub nə olubsa bilmirəm. Bir tərəfi biraz yaralı deyim, yəqin biraz əhnəs kimidir. Amma düzələcək. Yaxşı olacaq. Düzələr haqqında bu qədər. Dostlar, bunlar da bizim balaca lal ördəklərimiz. Dünəndən başlamışam bunları çölə buraxmağa. Dünən buraxdım, anası sırazı apardı gölə, qapıda qalmadı. Amma sağ-salamat axşam gətirməyinə. Çox da uzağa getmədi də, kənarlarda gəzdi onsuz da. Nəzarət edirdim gün içində. İndi bugün yenə buraxıram. Heç nə olmaz da gedib aparıb gətirir, göldə filan hərləyib gətirir. Çünki artıq qutuda qalmağın bunların mənası yoxdur. Həm anası filan da bu saldığım qutunu bura salıram. Oranı batırır. Həm də ki, day nə vaxta kimi bunlar qutuda qalacaqdı. Artıq açıb buraxmağın vaxtıdır. Dünən 7-ci günü idi buraxdım. Bugün də 8-ci gündür. Artıq balalar ayaqlaşıblar. Bir şeyləri yoxdur. Sağ-salamat böyüyürlər. Başlanğıc broiler yemi verirlər. İnanın ilk 2 gün heç başlanğıc broiler yemim də olmadı. Kənd nömrə 1 yemim oldu. Elə onu tökdüm qabaqlarına. Bunlara heç dərmanı su da verməmişəm. Yəni qarın ağrısı üçün su da verməmişəm. 3 dənə oldu deyinə, az oldu deyinə çox belə düzün desəm fikir vermədim. Amma yaxşı böyüyürlər. Bir şeyləri yoxdur. Səbirsizliklə bunları gözləyirəm ki, bir 20-25 günlük olsunlar. İçinin dişisi, erkəyi bəlli olsun da. Bilim ki, təxmini hansı dişidir, hansı erkəkdir. Çox istəyirəm bunun içindən normal sağlam dişi çıxsın ki, fərə çıxsın da. Ağ fərə ördək saxlamaq istəyirəm. Bir dənə budur. İnşallah içindən bir dənə də olsa fərə ördək çıxar. Bunun da əgər hekayəsini istəyirsinizsə, bunların çıxış videolarına baxın. Orada biləcəksiniz ki, niyə 3 dənə ördək çıxıb. Çünki yanında erkəyi yox idi. Cəmi 4 yumurtası doluydu. Onda birinci yumurtasını mən sındırmışdım. Yəni özünüz oradan daxil olub baxa bilərsiniz. Neysə, bu ördəklərimiz bu qədər. Bunları da istədim sizlərə tam olaraq göstərim. Bir də sesarlarımız orada da. Onlar haqqında da bir şey demək istəyirəm. Sesarlar da artıq xoruzu fərəsi yavaş-yavaş bilinməyə başlayıb. Bunlar damazlığı nə qədər saxlayacam, neçə dənə saxlayacam. Onun haqqında da biraz ümumi video oldu, amma olsun da. Bunların da inşallah dostlar, üst dişi bir erkək özümə damazlıq saxlamaq istəyirəm. Bilirsiniz, hamısı ağlı, içində cəmi bir dənə bu dədəva rənginə olan var, yəni boz çilli olanlardan var. Dişi çıxsa 99% dişidir o, fərə çıxsa yəni. O bozu saxlayacam bir dənə. O üç dişi bir erkək saxlamaq niyyətim var. 14 dənə də cəmi sesarımız var. Sonra da bir dənə izləyicim istəmişdi. Bəlkə də qışda ona da damal satdım. O tam olaraq bilmirəm neçə dənə istəyir. Qalanı da kəsib yeyəcəm artıq. Çox burada onsuz bir satdıq bir şey yoxdur. Bunları da istedim sizə göstəreyim. Çöldə bayırda yatırlar deyini. Biraz adamdan çox da hürkəkdilər. Zaten bunlar çox adama öyrəşikli heyvanlar deyirlər. Bu sesarlar zaten adamdan biraz vəhşi heyvanlardır da, belə deyim sizlərə. Bunların da son vəziyyətləri bu hündüşkanın boyundan təxmini bilərsiniz də nə boydadır hündüşka sesarlar. Yəni onları artıq özünüz hesablayarsınız. Yəni bunların da boyları, buxunları bu qədər. Vəziyyətləri yaxşıdır şükür Allaha. Sesarlarına da bağlı bu qədər. Uzatmağın adı yoxdur. İstədim bunları da sadəcə sizə göstərim. Dostlar, siz videonun ortasında sizə macar ördəyimiz itdi demişdim. Elə təsadüf halda videonu səhər çəkmişəm, axşama yükləyəcəm. Bayaqları atam evimizin böyründə yer var, o gölün qırağında. Qarğı var da, orada qamış deyilən bir şey var, qamış qarğı deyilən bir şey var da. Orada görüb ki, ördək keçib boğazı iki yan-yana bitən qarğının arasına. Boğazı keçib oradan çıxa bilməyib, geri qayıda bilməyib. İnanın deməli dostlar, hadisa ayın 14 idi, 15 idi mi, nəsə belə ördək gitmişdi. Artıq deməli 8 gündə orada heyvan aç susuz qalıb.
Yeriməyə halı yoxdur. Görürsüz bunun halını. İndi gətirmişəm, hələ heç yeriyə bilmirdi. Bayaqdan qoyandan ancaq su içir dayanmadan. Bəlkə də 20-25 dəqiqədə bu ördək burdadır. Dayanmadan su içirdi, indi dayandı. Baxın ağzından su qayıdır. Yem də qoymuşam qabağına. Yemdən çox az yedi. İndi bəlkə özünə gəlib birazdan yer. Yazıq orada 7-8 gündür. Demə aç susuz qalıb orada. Bunların da səsi çıxmır axı. İnanın gəzmişəm ya oralara, amma ora çox sıx qarğılıqda. Bu da içəri də girib də biraz. Atam da orada düzün desəm gölə qırmaq atmaq üçün yaxınlaşmışdı da ora. Ona görə görüb. Yoxsa yəni bu arasına girmişdi ki, gölə qırmaq atsın tilovlar. Ona görə görüb. Yoxsa inanın ki görməyəcəkdik. Amma yenə şükür Allaha ki gəldi. İndi yəqin ki ölməz də. Düzdür neçə gündür susuz qalıb. İndi bunun hansı orqanlarına pis təsir eləyib eləməyib bilmirəm. Amma yazıq neçə gündür ilişib qalmış orada. Demə xəbərimiz yox imiş. Mən də düşündüm ki yəqin getdi kiminsə qapısına da. Yoxsa qəfil niyə yox olsun ki bu heyvan. Yenə şükür Allaha tapdıq. Qayıtdı gəldi. İndi su içib valla özünə biraz gəlib ayaq üstə durub. Yoxsa ümumiyyətlə heç ayaq üstə belə dura bilmirdi. Yem də qoymuşam qabağına. Çox az yedi yem. Hələ ki onun yemi halı yoxdur. Susuzundan yanırmış yazıq heyvan. Bunu da istedim sizlərə göstərim. Sizə sadəcə shorts videosunu da göstərmişəm. İstədim burada da uzun videoda da göstərim. Çünki shorts videosu hamının qabağına çıxmaya bilir. İzləyicilərimlə videonun sonuna bunları qoyum istədim. Bunları atam bizim çöldə əkin torpağımız var da. Ora baxmağa gedəndə kimsə gətirib orada azdırmışdı. Orada da yaxında ev falan yoxdur. Yəni bunlar orada zaten ölmə tərk edilmiş kimi bir şeydir də. Atamın yazığı gəlib götürüb gəlib, bir dişidir, bir erkəkdir. Hardasa neçə gündür, hardasa bir həftə 10 gündür təxmini birə bizdədirlər də. Belə gələndə təbii ki çox yaman gün deyildilər. Çimizdirmişəm, bit dərmanlarını eləmişəm. Evdə məndə hazır olur həmişə. Qalanlardakı belə yeməklərini yeyirlər, amma biraz çox nazlı heyvanlardılar. Dəhşət dərəcədə nazlı heyvanlardılar. Yəni ilk gəldikləri 2 gün nə o tökdüysə qabaqlarını hamısını basdılar, yedilər, amma indi artıq yəni yaxşı yemək istəyirlər, nə bilim, ət istəyirlər, süd istəyirlər, yəni belə necə deyim, südün yeməklərini biraz südünü az eləyirsən yemirlər və yaxud da ki adi məsəl üçün evdə bişən yeməkdən filan içinə çörək doğrayıb qatıb vermək istəyirəm. Biraz o suyu az olanda, yəni belə demək lazımdırsa, yemirlər. Yəni qısacası belə çox nazlı heyvanlardılar. Bunlardan başım bəladadır. Deyirsiniz ki, niyə it yemi vermirsən? Çünki mən pişiyə də it yemi deyirəm, üzr istəyirəm. Pişik yemi verirəm, zaten elə böyüdürəm. Deyirsiniz ki, niyə it yemi vermirsən? 2 dənədirlər. İndi balaca vaxtda bunlara it yemi təbii ki az gedəcək. İndi çatdıra bilərəm, amma böyüyəndə bunların yemini çatdıra bilmərəm. Görərsiniz ki, qaşınırlar dostlar. Bunlar gələndə bədənləri bütöv yara ilə doluydu. Yəni necə bit yemişdi, qabıq bağlamışdı, çıxmışdı. Yəni onların yerləri qaşınır. Çünki ağ itdir, bütün tutub bədənlərində baxıram. Yəni bir dənə də olsun bit birə yoxdur. Zaten vurduğum dərman elə bir şeydir ki, mümkün deyil bədənlərində olması. Yəni bir dənə də olsun bədənlərində bit filan yoxdur. Sadəcə bədənləri o qədər yara idi ki, hələ də sağalmağa doğru gedir. Yəni ona görə qaşındılar. Yoxsa bədənlərində bircə dənə də olsun bit, birə heç bir şey yoxdur. Hamısını dərmanı eləmişəm. Hətta sizin özünüzlə baxın. Yəni bu bədənində bit olsa, buralarda bütün bit gəzər. Sən də gəl uzan bura, sənə də göstərim. Baxın, yəni bədənində bircə dənə də olsun bit, birə heç bir şey yoxdur. Olsa mütləq şəkildə, çünki tükləri ağdır, görərsiniz buralarında filan gəzər. Hamısı sapsağlamdır. Bu dişidir, bu da erkəkdir. Bunun adı Pumadır, bunun da adı Pongodur. Köhnə ölən itlərimin adıdır. Belə dostlar, sağ olun, salamat qalın. İstədim ki, bunları da sizlərə göstərim. Sona qədər izləyənlərə təşəkkürümü bildirirəm. Abunə olub, like atıb, yorum yazsaz çox sevinərəm. Videolarımı da dost tanışınız paylaşsaz, ona da minnətdar olaram öncədən deyim.